Yenidən xoş gördük oducular. Mənim adım Jose Ignacio'dur. Bugün əmək haqqı, payroll tətbiqində qrupların, batches, necə yaradılmasını və işlənməsini öyrənəcəyik. Qruplar şirkətlərə eyni vaxtda bir neçə ödənişi yerinə yetirməyə imkan verərək, əmək haqqı prosesini xeyli sürətləndirir. Qruplar təkcə sürət qazandırmır, həm də şirkətin daha mütəşəkkil olmasına kömək edir. Stealthy Wood hər 2 həftədən bir maaş paylayır. Buna görə biz hər 2 həftəlik ödəniş dövrü üçün bir qrup yaradırıq. Həmçinin bu 2 həftəlik dövrə daxil olmayan, lakin bir yerdə qruplaşdırıla bilən digər maaş vərəqələri, məsələn, təcrübəçilərin həftəlik maaşları üçün də qruplar yaradırıq. Gəlin əmək haqqı qruplarını necə işlədiyimi birlikdə görək. Budur əsas əmək haqqı panelindəyik. Buradakı qruplar, batches qutusunda son qrupları görə bilərik. Siçanı üzərinə gətirdikdə qrupun adını, tarixini və daxilindəki vərəqələrin sayını görmək olar. Həmçinin cari statuslarda qeyd olunub. Hazırda gördüyümüz bütün qruplar ödənilib. Yalnız bir dənəsi yeni, new statusundadır. Sağ yuxarıdakı all, hamısı düyməsinə basaraq bütün qruplara baxa bilərəm. Burada məlumat bazasındakı bütün qrupların siyahısı var. Bugün yeni dülgər təcrübəçimiz üçün maaş prosesini həyata keçirməliyəm. Təcrübəçilərimiz digər işçilərdən fərqli olaraq həftəlik maaş alırlar. Mən ödənişləri belə təşkil etmişəm. Daimi işçilər üçün 2 həftəlik qruplar, təcrübəçilər üçün isə həftəlik qruplar. Sol yuxarıdakı new, yeni düyməsinə basaraq yeni qrup yaradıram. İlk olaraq qrup adını daxil edirəm. Təcrübəçilər 23 mart 25, 29 mart 25. Çox sadə və anlaşıqlı bir ad. Sonra dövr, period sahəsini dəyişməliyəm. Çünki bu, martın son həftəsi üçündür. Başlama tarixini 23-ü, bitməni isə 29-u seçirəm. Hər şey hazırdır. İndi isə bura maaş vərəqələrini əlavə etməliyəm. Onları artıq əvvəlcədən yaratmışam. Add payslips, vərəqələri əlavə et düyməsini seçirəm. Baxın, odu burada yalnız yaradılmış, lakin hələ heç bir qrupa daxil edilməmiş vərəqələri göstərir. Bilirəm ki, hazırda cəmi 2 təcrübəçimiz var. Ona görə cəmi 2 vərəqə görünür. Hər ikisini seçib Select düyməsinə basıram. Yuxarı mərkəzdə Payslips düyməsinin görünməsi vərəqələrin qrupa uğurla əlavə edildiyini bildirir. Panelə qayıtdıqda Dashboard, yeni yaratdığımız qrupun statusunun təsdiqləndi, confirmed olduğunu görürük. İndi isə hələ yeni statusunda qalan digər qrupu tamamlamalıyam. Onu açıram. Bu qrup 16-dan 29-a qədər mart tarixlərini əhatə edir. Add Payslips düyməsinə basıram. Maraqlıdır, heç bir vərəqə görünmür. Çünki onlar hələ yaradılmayıb. Pəncərəni bağlayıb Generate, yarat düyməsinə basırıq. Bu hissədə müəyyən şöbələr, vəzifələr və ya maaş strukturları üzrə vərəqələr yarada bilərik. Mən təcrübəçilərdən başqa bütün işçilər üçün vərəqə yaratmaq istəyirəm. Çünki təcrübəçilərə artıq bayaq ödəniş etdik. Siyahının sonuna düşüb təcrübəçilərin yanındakı X işarəsinə basaraq onları siyahıdan çıxarıram. İndi hər şeyi yoxlayıb Generate düyməsinə basıram. Odu 70 işçi üçün maaş vərəqəsi yaratdı. Cəmi 72 nəfər idik. 70 işçi, üstəgəl 2 təcrübəçi. İndi isə qrupu işləyib ödəniş etməliyik. Create Draft Entry, qaralama qeydi yarat, seçib təsdiqləyirik. Sonra Create Payment Report, ödəniş hesabatı yarat düyməsinə basırıq. ABŞ-də olduğumuz üçün formatı NACH-a saxlayıram. Bu hesabat vasitəsilə vəsaitlər şirkət hesabından işçilərin şəxsi bank hesablarına köçürülür. Generate düyməsinə basıram və hesabat faylı yaranır. Mühasiblərimiz bu faylı köçürmək üçün istifadə edəcəklər. Tutaq ki, bir gün keçdi və mühasiblər pulu köçürdülər. İndi yuxarıdakı Mark as Paid, ödənildi kimi qeyd et düyməsinə basıram və status ödənildi, paid olur. Eyni prosesi təcrübəçilər üçün də edirəm. Qrupa daxil oluram, qaralama qeydi yaradıram. Ödəniş hesabatını çıxarıram və ödənildi kimi işarələyirəm. Və budur. Biz bugün qrupların yaradılmasını, vərəqələrin əlavə edilməsini, ödəniş hesabatlarının çıxarılmasını və prosesin tamamlanmasını öyrəndik. Növbəti dərslərimizdə hesabatlılıq haqqında danışacağıq. Maaşlarınızı almağı unutmayın.